Sumqayıtda Qubadlıdan vaxtı ilə məcburi köçkün düşən vətəndaş vaxtı ilə zəbt edilən evin sahibi tərəfindən döyülüb. Məlumata görə o məhkəmə qətnaməsinə əsasən evdən çıxmalıdır. Hadisə necə olub, niyə olub, bütün bunları indi Nurlan Rafiqoğlu ətraflı deyəcək. Qardaşımın yoldaşı görüb bunu balkondan, gün ortadan bunu görüb. Deyib bu buralarda fırlanırdı. Böyle akşam da gəlib qaranlıq düşən kimi Yusuf bunu izləyib də. Bu düşən kimi gəldi, düşdüm maşından aşağı deyir. Onu diyor ki başımın nəyəsə vurdu. Qubadlı rayonundan məcburi köçkün düşmüş ailə bildirir ki, onların ailə üzvü Kamil Əliyev yaşadıkları mənzilin sahibi tərəfindən binanın həyətində döyülüb. Hadisə şahidlərin verdiyi məlumata görə Əliyev Kamil özünə məxsus bu avtomobillə məhz bu həyətə gəlib və avtomobilini saxlayıb aşağı düşərkən Ramil adlı şəxs tərəfindən döyülüb. Belə ki, o baş nahiyəsindən küt alətlə ağır xəsarət alıb. Zərər çəkənin anası və qardaşı bildirir ki, ev sahibi onları ölümlə təhdid edirmiş. Qeyd edirlər ki, məhkəmə keçirilir və məcburi köçkünlər Ramilin evindən köçməlidirlər. Ancaq onlara köçmək üçün evdə təklif olunmayıb. Dörd oldur ki, girdim səhər. Nəyə görə? Evimdən çıxın. Evimi tərk eləyim. Neçə ildir bu evdə yaşayır? 93-dən. Məhkəmə nə vaxt keçirildi? Məhkəmə 5 il, 3 il bundan qabaq. Məhkəmə icra şöbəsindən gəlib sizə xəbərdarlıq olub ki, evdən O anda eləməyiblər. Baş vermiş hadisə ilə əlaqədar əraziyə Qubadlı rayon icra hakimiyyətinin nümayəndəsi gəlib. Nümayəndəlik olaraq heç bir tədbir görmək hüququmuz da yoxdur. Çünki yerləşdirilməlidir. Evdən çıxarılarsa əgər sakin yerləşdirilməlidir. Bu imtiyazlar da Dövlət Qaçqın tərəfindən həyata keçirilməlidir. Sakin Dövlət Qaçqına müraciət eləməlidir belə bir hallarda. Yaralı Abşeron rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Pasiyent xəstəxanaya daxil olarkən aparılan kliniki və instrumental müayinələr nəticəsində ona baş beynin ocaqlıq travması diaqnozu təyin olunub. Pasiyentin vəziyyəti nəzərə alınaraq neyrocərrahi konsilium qərarı ilə təcili cərrahi müdaxilə icra edilir. Hazırda pasiyentin ümumi vəziyyəti stabil olaraq qiymətləndirilir. Hadisə ilə əlaqədar Sumqayıt şəhər polis idarəsinin əməkdaşları araşdırmalara başlayıb. Tərəflər polis orqanına dəvət olunaraq ərizə və izahatlar alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub. Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək. Məlumat üçün o da bildirilib ki, keçmiş məcburi köçkünün başqa vətəndaşa məxsus olan yaşayış sahəsini boşaltması ilə bağlı müvafiq məhkəmə qətnaməsi mövcuddur. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsindən bildirildi ki, çıxarılan məhkəmə qərarı vaxtilə Qubadlı rayon Mahmudlu kəndindən köçkün düşmüş Əliyevlər ailəsi evlə təmin olunduqdan sonra icra ediləcək. İşğaldan azad olmuş ərazilərə böyük qayıdış prosesi davam edir və həmin ərazilərdə aparılan bərpa və tikinti işləri təsdiq edilmiş qrafika uyğun olaraq mərhələli şəkildə icra olunur. Bildiririk ki, Qubadlı rayonunun Mahmudlu kəndinə köçürülmə prosesinin başlanıldığı zaman yuxarıda qeyd olunan ailələrin köçürülməsi qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin ediləcək və ailənin hazırda müvəqqəti məskunlaşdığı yaşayış sahəsi qanuni sahibinə təhvil veriləcək.